68-də sel oldu axı. Evləri su bastı. Deməli, su necə gəlib girib evlərə, yuyub, həyət bacanı, evi aparıb aşağı. O vaxtı bütün evlər batmışdı suda necə. Bir də görürəm ona su maşını aparır, çay gedirir, belə aparır su necə. Orduca fəlakət olub, yuxarıda xəbərimiz yox. Mənim yadıma gəlir ki, mən neçənci illər idi, Bakı zakriti qoru idi, bağlı idi. O vaxtı qədər həyabır var idi. Bir də görürsən, belə vitdə çıxır, açır, saçır, burası belə açır, burası. Olmaz da elə də. Mən Bağırov Şamil Ələsgəroğlu 48-ci ildə Bakı şəhərində anadan olmuşam. 55-də getmişəm 1-ci sinifə. 3 məktəbdə oxumuşam. 1 nömrəli məktəbdə, 52 nömrəli məktəb, 134 nömrəli məktəb. Məhəllələr belə deyildi indiki kimi. Biz deyim də səhər çıxırdıq evdən, yay vaxtından danışıram. Qışda yox, yayda ümumiyyətlə məktəbə getməyəndən sonra elə bayırda olurduq, məhəllədə olurduq. Öz uşaqlarımız. Futbol oynayan kim? Əvvəl bizim məhəllə qəmbərli idi, qabaq. Deməli, 54-cü ilə qədər. Bütün məhəllələr o tərəf çay daşlarından idi, qəmbər. Sonra təzədən gəldilər, məhəllələri təmir elədilər, kanalizasiyaları düzəltdilər təzədən. Onda o vaxtı asfaltladılar. Asfalt deyəndən sonra cəmaatın başı şey olurdu, dəli olurdu da. Sanka sürürdü, eləyirdi. Uşaqlar çox idi məhəllədə. O qonşu qışqırırdı, bəs durun, başımız ağrıdı, belə filan. Bizim o biri tərəfdə, məhəllənin o biri tərəfində Cütdar məhəlləsi idi. Quba Cütdar olurdu. Həmişə onlarla dava eləyərdi. O Petramontin küçəsində də sex var idi. İşləyirdilər. Gedərdi, girərdi ora, orada taxtadan nəsə düzəldirdilər. Gedirdi, abreskaları olurdu, taxtalar, qıraqları. Uzun götürürdü. Bunlar da gəlirdi, o məhəllənin uşaqları oradan yığırdı taxtalarda. Sonra bir tinin başında toqquşurduq bunlarla. Toqquşanda vururduq da birbirimize, heç baxmırdıq. Közümüzə deyəcək, başımıza deyəcək, uşaq idik da. Bilirsən, qonşular da elə bir qonşu idi. Bir-birini görürdülər, gəlirdilər, söhbət eləyirdilər, əhvalatla soruşurdular, necəsən belə. İndi belə soğuqlaşıb birincisi. Heç kimi tanımır. Bax, məhəllədən məhəlləyə gedirdin, şəhərə gedirdin. Orada sənin yaşında uşaqlar dayanıblar. Sən də keçirsən də bir dəstə. Bunlar sənə sataşır, istər-istəməz. Ya onlar gəlir biz tərəfə, Bayır şəhərə, biz sataşırıq. Biz gedirik Sovetskiyə tərəf, çıxırıq şorsla gedirik yuxarı, Verxinagorniyə çıxırıq, edirik Sovetskiyə, oranın məhəlləsində. Sonra Xriptovu var yuxarıda, çıxırıq ora. 58-ci il. Çıxdım, bir də gördüm ora səs gəlir, musiqi səsi. Çıxdım məhəlləyə, gördüm ora dəvələrlə gəlirlər. O vaxtı. İndi dəvəni görərsən Bakıda. Yox. Üstünə yük zad yığıblar, eləyiblər, belə giyimlərdə zadda. Bilmirəm nə bayramı idi, amma hava da yaxşı idi. Məncə may bayramı idi. Məhəllədə yaxşı dostum var idi. Allah rəhmət eləsin. Təsadüf idi adı. Özü Hövsanlı idilər onlar, əsl Bakılı idilər. Məndən 1 yaş balıca idi. Yaxşı uşaq idi. O ilə daha haralara getmirdi. Balaca idi, onda mənim bir 8 yaşım, bunun 7 yaşı var idi. Bir də gördün, buradan vururduq, Belgoroddan çıxırdıq. O vaxtı da tramvay gedirdi də ora, kombinat tərəfdə, bu yanda dayanırdı. Minirdi şeydə, Malakan bağından, tramvay orada dövrərdi, sonra gedirdi o tərəfə. Yaxşı qonşularım var idi. Rəhmətli artist var idi, Sıdqı Ruhullah, dramanın artisti. Laureat Stalinski premiyi, belə filan. Yaxşı kişi idi, Allah rəhmət eləsin.
O olurdu yanımızdaki binada bitişik. Onun da balkonu çıxırdı bizim həyətə yuxarıda. Arvadı şey saxlayırdı, balaca toğlar, çolpalar saxlayırdı. Balkonun qırağında yeri var idi. Bir gün oturmuşuq. Bir də görürəm, cücələr tökülür yuxarıdan. Öyle iri cücələr idi. Atam qayıtdı ki, bu nədir? Sonra gördü, qışqırdı atam ona ki, ay qardaş, ay qardaş. Orada, o səsi də belə gür idi kişinin, rəhmətliyin. Qacar rolunu oynayırdı da dramada. O da belə basovuk olur belə. O da atama deyirdi, Ələskər demirdi, Ələskar belə eləyirdi, qışqıra. Qardaş, nə edirsən orada? Toğları töktün hamısını aşağı. Nə toğ? Belə heç xəbəri yoxdur. Arvadın da adı rəhmətliyin Dürsədəf idi. Dürsədəf köhnə atlardan. Bir də görürəm qışqırır kişi. Ay Dürsədəf. Çıxdı arvad. Ay kişi nə olub? Deyir, toğlar töküldü şeydən. Bir gün məhəllədə oynayırıq. Bu kişi də tinni düzəldib. Gəlir belə razmaşqı. Girdi, olan da paradnısıdır da. Paradını girirsən, sonra qalxırsan 3-cü mərhələ. Bu qalxır, akarsın bunu da 2 nəfər dalıyacan gəlir. Görürlər o laureatı, qızıldan yaxı. Hopstop eləməkdir. Biz də bayırdayıq. Mənəm, qardaşımdır, uşaqlar. Bu kişi gələndə salamlaşdıq, girdi içəri. Girdi, bunlar da bunu dalıyacan. Bu girəndə bunlar əlini atar ki, bunun orijinini çıxartsınlar, laureatı. Bu özünə gələr. Ay, köpək oğlu, sən mənə medal zad vermirsən, laureat vermirsən ki, alırsan. O, bir tər bunlar şeylər, bunlar qoyarlar üstünə, qaçarlar. Daha götürə bilməzlər. Çıxanda biz də görürük, bu nə səslərdir belə, bilmədik də əvvəl. Sonradan sonraya bildik ki, bəs belə qısabdır. Mənim yadıma gəlir ki, mən neçənci illər idi, Bakı zakreti qorudu idi, bağlı idi. Prapska zad yox idi. Sonra o 60 neçənci ildən sonra mən şey oldu, o ləv olundu, sonra başladılar cəmaat gəlməyə. İşləyirəm, deməli, bir avariya zad olanda liniyada zəng gəlirəm Baksovetə. Baksovet bilinməlidir axı. Bir də oturmuşam belə, televizorda qabağımdadır. Bir də gördüm, taraf işıqlar söndü. İşıqlar söndü, avtomatik AVR var da. O keçir obru patstansı. Avariya olan kimi götürdüm telefonu Baksovetə zəng. Onun da familiyası Bağırovdur. O da mənə belə tanıyır. Bağırov. O da deyir, sən də Bağırov, mən də Bağırov. Deyirəm, heç üzümü görməmişəm. Zəng elədim ki, deyim ona. Elə söz ağzımda qaldı. Ala Bağırov belə oldu. Dadab, bu işıqlar da söndü. Sönəndə bir dənə transformator, bir şey qalıb da, transformator, 2 dənə transformator qalıb. Onlar da ruçnoy lazımdır keçirdəsən. Bir də gördüm bu qlavni injiner Rasim, nə bilim kim, bir 7-8 nəfər. Orada da yazıb Pastaronim Xodovasprişon. Deyirəm, ana, siz neç gəlmişsiniz bura? Deyirəm, bəs avariya oldu. Deyirəm, bilirəm də, siz nəyə gəlmişsiniz? Necə oldu? Deyirəm, mən nə bilim necə oldu? Dedim, bir sözünə var, çıxın bayra. Bu İsa qayıtdı ki, düz deyir də. Bizim heç ixtiyarımız yoxdur bura girməyə. Bu transformatoru atkurçat eləməliyəm. Təzə transformatora girməliyəm. Ruçnoy eləməliyəm. Dedim, birimiz qalsın, kömək eləsin. Spiçka ilə, o üçün bir tər şey elədim. Keçirtdim ruçnoya. Ruçnoydan da keçirtdim bu transformatorları. Bunu atkurçat elədim. Bunları saldım. Saldım, işıqlar yandı. Səhərsi gün gəldim işə. Bir də gördüm, bir dənə Rus'tu ya, kaşir idi. Müdürün yanında otururdu, председатель. Çağırır, deyir, sənə çağır. Mən heç olmamışam orada kabinetində. Dedim, agzeta, dedi, belə, kassanın yanından belə keçərsən belə. Dedim, хорошо, сейчас budur. Salam, aleyküm, salam. Sən olmusan oğlum? Dedim, bəli, mən idim. Necə oldu? Dedim, belə. Sonra bildin neydən? Dedim, bildim. Akası bizim də deməli, Telestudiyanın
arxa tərəfində, bayıl tərəfə zoopark idi qabaq. Orada da iri quşlar var idi, qartallar. Onların da dərmideşiyi çox idi. Çıxırdılar buradan, uçurdular dərmideşikdə. Orada da hündür yerdi. Zooparkın hündür tərəfdəydi. Orada da məftullar, zatlar ki, quş nə bilir məftul nədir, nə. Onların da qanətləri 2 metr, 3 metrdir açanda. Belə eləyəndə faza ilə noli zamkunut eləyir. İfso. Xoşum gəlir estradadan, qulaq asırdım. Birinci şeydən xoşum gəldi o. Hüseyn Ağa Hadiyevdən. Çox qəşəng səsi var idi, rəhmətli. Bu vaxtı gədə həyabır var idi. İndi bunlarda yoxdur çoxsunda. Vallahi yox. İndi deyəcəksiniz belə. Roya, düzdür? Oxuyur. Pis oxumur. Balaca səsi var, oxuyur. Bir də oturur, ayağını qaldırır. Belə, bir də görürsən, belə vitdə çıxır. Açıq, saçaq. Burası belə açıq, orası. Olmaz da elə də. Bizim axı mentalitetimiz var. Düzdür, qardaş? Biz özümüzə deyirik, biz Türk millətiyik. Bu qədər də yoxdur. Belə də olmaz da. Bunlar da ayaqlaşır Avropa ilə. O da düz deyil axı. Düzdür. Olmaz da elə də. Orada belə eləyirlər. Orada damdan atlanacaq, özünü atacaq, sən də atacaqsan. Gəlirsən toya, buyurun, aparır elə sənə dinamikini böyrünə sox. Bura mən oturmuram, mən istəmirəm. Daha deyə də bilmirəm axı. Deyirəm, qardaş, mən qıraqda istəyirəm oturum da, mən burada oturum. Yox, bura yaxşıdır belə. Deyirəm, bu da yaxşıdır. O qədər səs verirlər ki, gəl görəsən. 68-də sel oldu axı. Evləri su bastı. Deməli, su necə gəlib girib evlərə, yuyub həyət bacanı, evi aparıb aşağı. O vaxtı bütün evlər batmışdı su. Suda necə məhəllədəyəm. Anam da univermağda işləyir, köhnə univermağda. Bu da Qlavni kassanın böyük kassiridir. Bu da zəng edib ki, gəl dalımca. Gecə də təhvil verir pulları zadı. İndi gedirəm bunu şeydən, univermağdan götürürəm anamı, gətirirəm evə. Gedəndə bir təhər getdim. Təzə başlamışdı gecə, yağış. Ola, hoşum indi qeydirəm anamla, rəhmətli, orada su basıb əriyir. Küçələrdə su. Deməli, uçilişan qabağında Yeraz maşını yanıb. Rafda, Latviya avtobus. Rıçınaya qoyub, skoristi qoyub, maşını qoyub, qonşudur. Bir də görürəm, su maşını aparır. Maşın dayanıb, özün rıçınayı da çəkib. Su elə bərk gəlir ki, maşını qaldırıb, maşını aparır. Ola maşın gedir. Yaxçıdır qabaqdan nə maşın var, nə? Getdi, Asarın tərəfində, tərəf deydi, dayandı. Dayandı, biz indi gəldik, tinə çatdıq, evimizin tininə. İndi biz belə dönməliyik, dönə bilmirik. Su elə gəlir yuxarıdan, elə bir çay gəlir. Qalxıb su gəlir. Ola, mən indi bu tərəfdən o tərəfə keçməliyəm, necə keçim? O yoldaşım rəhmətli Oktay tindəki evdə olur. Ola, fitlə, qabaq fitlə çalırdıq, bilirdi. Fitlə çaldım, bu çıxdı pəncərəyə, açdı. Oradan gəlsən belə falan. Yağışdı bir yağı, şıdırğı. Dedim, qalmışam bu tərəfdə. Anam da yanımda görür. Deyirəm, bir şey at ki nə, ipdən, zatdan. Buradan at mənə, mən atım sənə, sən rişotkadan bağla pəncərədə. Biz tutaq, gələk də o tərəfə. Su aparar. Mən özümdən qorxmuram, anamdan. Çay gedir, belə aparır su necə. Hoşum, bu getdi şey tapdı, zivə ipi, təzə. Dedi, bu gedər Şamil. Deyirəm, atdı, hoşum, mən tutdum, təzdən buradan düzəltdim, attım ona. O atdı, tutdu o orada. Bağladı, mən də bu yandan bağladım. İndi arvadla ikimiz ve şeyi tuta ipi keçdi o tərəfə. Su içində keçirik. Keçdi o tərəfə, o tərəf də suluyor ha. Amma keçmiş o tərəf. Keçdi, indi gəlir evə sarı. Bizim də həyət evi bu hündürlüyündə də yerdən.
Uje su elə qalxıb ki, uje vot girəcək həyət tərəfə. Ha, qapını açdım, saldım içəri, o şimdi girdi. Akasiya bu vaxtı bizdə belə olanda orada uje fəlakət olub. Yuxarıda xəbərimiz yoxdur. O məhəllələrdən olub. Səhər tezdən bilmişik. Mən çıxmışam şəhərə, draman qabağına getmişim, bilməm nəyə. Gördüm ola burada qaloş, maloş, smavar, kastrolya, qablar, həyət bacada nə olur? Su yuyub aparıb da hamısında. Gətirib tökmüşdü ora. Sonra o vaxtı bunlara ev verdilər orada 68-də. O evlərin də adını qoydular. Taksiyə minirdi, gedirdi evə. Deyəndə ki, filan adresə apar, bilmirdin axır. Deyir, ara gecədə Navadnen evləri, su basan evləri, cəmaatına burada ev veriblər. Amma bilsən nə yağır deyir. Mən elə yağışı heç vaxt görməmişim. Bağdayam, Ləyəş bağında. Oturmuşam da, qocalmışıq da dayı. Nəvələr qabağımda, oğlum yanımda, gəlinim yanımda. Obri nəvələrim yanımda. İndi bunlar gedirlər, otururam evdə. Qəşəng, sərin, yaxşı. Smavar yanımda, hər şey var. Şükür Allah, hər şey yaxşıdır.